Əlinizin altında olan ərzaqlardan rahatlıkla hazırlaya biləcəyiniz keks hazırlayırıq. Portağallı keks. Başlayaq. 3 ədəd yumurta, 1 stəkan şəkər, bura 1 çay qaşığı qabartma tozu, 100 ml duru yağ, 1 ədəd portağallı suyu, 1, 2 stəkan yarım un əlavə edirik. Skalımızı yağlayırıq. Və 180 dərəcədə alt üst pişməyə. Keksimiz hazırdır. Üzərinə ağ şokolad əritdim. Onu çəkəcəm.